Salam hörmətli Neftçi TV izləyiciləri. Neftçi futbol mərkəzindəyik və bir qədər sonra AFFA U17 liqasında Neftçi Səbaylı qəbul edəcək. Və bugünkü oyunda Neftçinin start heyəti ilə tanış olaq. Səbaylı komandasının heyəti isə bu cürdə qapını 1 nömrə Hüseyin Heybətli qoruyur 23. Komandanın kapitanı Sərdar Qayıbxanov, Ceyhun Hüseynov fitni səsləndirdi və Neftçi Səbaylı qarşılaşması başladı. Komandamıza uğurlar arzulayırıq. Nicat Məhərrəmov sağında Bahadur var. Özü irəlidə hələ ki, ötürməsi Vüsal istiqamətində, amma sağ cinahdan Neftçinin hücumu Vüsal topladı. Kərimovun ötürməsi. Nicat Məhərrəmov. Nicat. Elvin. Vəliyev. Vura bilər. Elvin zərbə indirir, dəqiq alınmır. Ondan irəli ötürmə. Müdafiənin gerisinə yaxşı alınır. Vüsal Kərimov! Gol! Hesab açılır. Kapitan fərqlənir. 45 üstə gəl 1-ci dəqiqədə. Müdafiənin gerisinə ötürmə və Vüsal Kərimov. Fit səslənir. Mərkəzdən top oyuna daxil edilir və dərhal da birinci hissə başa çatır. Çox vacib anda fərqləndi Neftçi. Hakim fiti səsləndirir və ikinci hissə başlayır. Neftçiyə bir daha uğurlar arzulayırıq. Turan. Məhmədovdan irəli ötürmə. Elnur Abdullayev başla yaxşı ötürmə. İndi daha bir ötürmə onun istiqamətində. Burada sol cinahda Nicat cərimə meydançasında topu qəbul edib Nicat Məhərrəmov ötürmə üçün imkan axtarır. Nicatdan aldığı hərəkətlər. Yayında bir futbolçudan Məhərrəmov ötürmə qapı qarşısında. Başla zərbə. Gol! Elnur Abdullayev 2-0. 52-ci dəqiqədə Neftçi üstünlüyünü 2 topa çatdırır. Abdullayev. Altı yerini yetirdilər Səbaylı futbolçuları. Dərhal təzyiq edir oyuncularımız. İndi Nicat topu götürdü. Məhərrəmov. Qapıcı daha bir zərbə. Vüsal Kərimov 3-0. Təzyiq etdi. Aldıq topu. Nicatın zərbəsindən sonra qapıcı dəqiq oynasa da Vüsal dubl edir. Qaydan top Kərimovun önünə düşür və bu fürsəti də qaçırmır. Kərimov. Nicatın ötürməsi Vüsalı düşündü. Kərimova gəldi, çatdı top. Nicat Məhərrəmov. Məhərrəmov zərbə endirir. Qapıcı səhvə yol verir. Raul Abbasov. Bu səhvi bağışlamır. Düzgün yerdə idi, düzgün mövqe seçmişdir Raul və rəqibin ani bir səhvini bağışlamadı Abbasov. İkinciden zərbə olmayacaq çünki artıq hakim qarşılaşmanı bitirir.